Jurnalımızın rəhbəri Valide Xanıma verib və sözlərini bildirib. Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq mən həyatda sadə prinsiplərə arxalanmışam. Çalışmışam heç zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir. Bu yüksək tribunadan mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyətimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunmasına, ölkəmizin hər tərəfli inkişafı üçün tam gücümlə çalışacağım. Silahı da bizim zamanımız. Silahı da bizim zamanımız. Kendi elimize odamızı korumak için. Ve o zamandan başladı. 90. yılda. 90. yılda 93.